Aymara Cəmidə gəldim, sevdiyim, alış-veriş etdiyim yerə. Avokado var. Qiyməti 2 manat bir ədədi. Hələ indiyə qədər prob eləməmişəm. Yəni nədir, necədir. Dedilər yumuşağını seçməliyəm, bolemiyə. Kim bilir bunu necə yeyirlər, necə hazırlayırlar, nələrsə qatırlar. Belə yaxşı qiymətə, ucuz, nə istəyirsiniz var. Bu da mənim avokadom. Kim resept bilirsə, zəhmət olmasa paylaşın, baxın görək bundan nə hazırlamaq olar, nə cür yeyilir vəbşi. Gedək görək, internetdə də baxaq, sizdən də gözləyəcəm. Cavabı yazın, bunu necə hazırlayacağım, nə ilə qatıb yeyirlər bunu. İndi yazın görək, mən bunu necə istifadə edəcəm. Biri deyir limon sıxmalısan, biri deyir göyərti, bir də dedi ki, badımcan qızartması kimi qızardıb yeyə bilərsən.